Bu küçücük sözü sen desen mənə bir dəfə, qovuşum sənə bir dəfə. Bu həyatım bitəməm yenidən sənin olmağa, gələrəm yenə bir dəfə. Bunu qəlbim deyir, qovuşmaq istəyir, o sənsiz titrəyir bu həsrətdən. Onu sən görmədin, çağırdım gəlmədin, mənə hay vermədin məhəbbətdən. Sən təmiz hisslərin qənimi, ya da sevgi bəsləmisən, mənə dərdi saxlamısan. Amma mən səni qəmli nəğmə kimi ürəyimdə dinləmişəm, gecə gündüz ağlamışam. Sən təmiz hisslərin qənimi, ya da sevgi bəsləmisən, mənə dərdi saxlamısan. Amma mən səni qəmli nəğmə kimi ürəyimdə dinləmişəm, gecə gündüz ağlamışam. Bunu sən görmədin, çağırdım gəlmədin, mənə hay vermədin bu həsrətdən. Bunu qəlbim deyir, qovuşmaq istəyir, o sənsiz titrəyir bu həsrətdən. Sən təmiz hisslərin qənimi, ya da sevgi bəsləmisən, mənə dərdi saxlamısan. Amma mən səni qəmli nəğmə kimi ürəyimdə gizləmişəm, gecə gündüz ağlamışam. Ləzzətli. Arzu Hüseynov, sözü verirəm onun eks-ustadına ilk olaraq. Buyurun Röya xanım. Arzum, səni eşitmək çox xoşdur mənə. Əvvəl onu deyim ki, mən elə gəldi ki, biraz bəmdir. Niyə bu tonu seçdin, onu bilmirəm. Çünki ləzzətli yerində qalsın. O duzu, o ləzzəti. Biraz, məncə biraz. Çünki Arzunun yaxşı zilləri var, bunu hamımız bilirik. Sənin onsuz da hisslərinə heyranam mən. İstər bəm oxu, istər zil oxu, heç bir fərqi yoxdur. Və sevərək səni biləsən ki, TikTokda hər zaman izləyirəm. Sən hər zaman oxu. Təşəkkür edirəm. Çox sağ olun. Röya günahlarını yudu, çıxışını bitirdi və indi söz Eldar sizdədir. Buyurun. Çox sağ ol Azər. Niyə mənə həmişə xəbər verirsiniz? Arzu bütün mahnını Röya xanım oxudu. Bilmirəm bu nədən irəli gəlir. Röya xanım mahnı boyunca ayaqda idi, oynayırdı, oxuyurdu onunla. Yoxsa Zülfiyə xanımdan bu bir tələb idi. Sanki ithaf idi. Yo, Röya xanım çünki onun sevgisinə cavab verirdi. Ay Eldar, qəribə olardı sizə oxusaydı. Mahnı onun mahnısıdır da. Oxusun da. Növbəti mərhələyə keçəndə oxuyacağım mən. Mən düşünürəm ki, həqiqətən, yəni Röyadan daha yaxşı bunu şərh eləyən olmaz. Burada mən düşünürəm ki, həqiqətən çox rəvan, çox səliqəli bir ifa idi. Təbrik eləyirəm. Murad, siz nə gördünüz? Mənə çox toxundu. Hacı Nazimin bəstəsidir. Ən sevdiyim mahnılardan biridir. Həqiqətən. Mənim də. Özəlliklə Röya repertuarında xüsusilə sevdiyim mahnılardan biridir. Nə zamansa uzun illərdən sonra, 60-70 ildən sonra Röya həyatda olmayanda o tribut konsertlər olur. Aretha Franklin üçün, Sinatra üçün. Çağırarsın bu mahnını mən oxuyar. Mən Röyanın 80 illiyini eləyəcəm. Biz onu xatırlayacağıq. Orada mən sənə yer verirəm, o mahnını ifa edərsən. Arzu, mən Arzu ilə bağlı bir fikir də söyleyeyim. Mən Arzunu bu layihədə yenə eşitmək istəyirəm. Nətər olacaq? Nətər eləyək?
Biz necə eləyək? Arzu bu layihədə hələ yenə oxusun. Ya mütləq oxumalı çünki mənə mahnı həsr eləyəcək. Valla mən hər həftə belə bir səs eşitmək istəyirəm Ay, bu layihədə. sağ ol, hə. Bax bu formatı Bəli, eşitmək istəyirəm. Azərbaycana aid səs, bəli. Çox sağ olun. Az sonra səsləyəcəyik sizi səhnəyə. Hələ ki gedə bilərsiniz. Bravo Arzu.